Qəbula mütləq yazılı şəkildə müraciət etmək də vacib deyil, şifahi şəkildə də müraciət etmək olar. Necə ki, Şirxan artıq müraciətini eləyib, qəbul günləri var, qəbula yazılıb və qəbulda onu dinləyəcəklər. Yəqin ki, onu da artıq icra hakimiyyətində bir müzakirə eləyəcəklər. Büdcəyə uyğun olaraq ola bilər ki, tam da olmasa müəyyən məbləğdə vəsait ayrılsın. Eyni qaydada bələdiyyələr də o funksiyanı daşıyırlar, iştirak eləyə bilərlər o maliyyə yardımının toplanmasında. Bundan əlavə müxtəlif fondlar var, adları bizə məlum olan fondlar ki, o fondlara da müraciət eləmək olar həmin maliyyə yardımlarının görünməsi, göstərilməsi üçün. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də müxtəlif layihələri olur və qeyri-hökumət təşkilatlarının da bəzən bu kimi layihələri olur ki, bu qeyri-hökumət təşkilatlarına necə idi? QHT Şurası. Gəlin, QHT Şurası. Gəlin elə